16 noyabrda yerləşikləri 8-ci sinif sınaq izahlarını dinləyək. İlk öncə dinləməmizin suallarını nəzərə salaq. Mətnimizi dinləyək. 7 və 8-ci siniflər üçün ingilis dilindən dinləmə mətni. Smart glasses are a new kind of technology. They look like normal glasses, but they can do special things. You can see maps and pictures on the screen. You can take photos and record videos. Some glasses can show words in another language. They help people when they travel or study. You can also listen to music with them. Many people like smart glasses because they're fun and useful. But they are very expensive, and the battery does not last long. Scientists want to make them cheaper and lighter. In the future, smart glasses may help doctors, teachers, and students. Technology keeps changing, and smart glasses are one example of how it helps our daily life. 51-ci sualımızda doğru cavabımız E bəndi. 52 doğru fikirləri istəyir 2 və 4 D bəndi. 53-cü sualımızda cavab A bəndi. 54-cü sualımızda doğru fikrimiz C bəndi. 55-ci sualımızda live sözünü təsvir edən sifət daily, gündəlik ifadəsi olmalıdır. 56-cı sualımızda mətnimiz nə haqqındadır? Mətnimiz iki ənənəvi, dünyaca yayılmış zövq aldığı insanların qida növlərindən danışır, yəni C bəndi. Sushi Yaponiyadan gəlir. Bu içimiz 57-ci sualımızın cavabı olacaq. Davam edək. Yedinci sualımızda sushi hansı ölkədən gəlir? Cavabımız olur B bəndi. 58-ci sualımızda cavabımız olur E. 59-cu sualımızda 2 və 4 E bəndi. 60-cı sualımızda cavabımız olacaq sin. 2 qarşı-qarşıya əks tərəflərin arasında olan məsafəyə deyilir. Nazik. Sin. 61-ci sualımızda insanlar dünya üzərində yenilik qeyd edirlər. Yəni celebrate, D bəndi. 62-ci sualımızda fəthi yağlı deməkdir. Sinonim olur oily. 63-cü sualımızda consist tərkibində saxlamaq, ibarət olmaq 1-ə C. Recommend məsləhət vermək 2-yə A. Spread yaymaq 3-ə B. Yəni doğru fikrimiz C, A, B. A bəndi. 64-cü sualımızda antonimlər istəyir. B bəndi. Aydın, aşkar və sir sözüdür. 65-ci ifadəmizdən sualımızda insanlar Mərkəzi Amerikada taxılı, qarğıdalını daha doğrusu nə üçün istifadə edirlər? Cavabımız olacaq for. Nə üçün ifadəsi for. To make de deyə bilərik, amma for daha yaxşıdır. 66-cı sualımızda qısa mətnimiz meyvələrin və tərəvəzlərin bizə verdiyi vitaminlərdə və enerjilərdən danışır, yəni D bəndi. 67-ci sualımızda evdə yemək hazırlamaq və bunun böyük bir zövq olduğundan danışır. Yəni fikrimiz olacaq. Doğru fikrimiz olur C bəndi. Həmçinin evdə hazırlanmış qidaların daha sağlıqlı olmasından danışır. 68-ci sualımızda bitmiş zamanımızdır. Bitmiş zamanda you ilə uzlaşma cəhətdən də doğru fikrimiz have olmalıdır. He, she, itlə has, we, you deyilən isə have istifadə edirik. 69-cu sualımızda feilin 3 formasında doğru formada verildiyi cavab lazımdır bizə. Qaydasız feilimiz nəzərdə tutulub, yəni cavabımız A bəndi. 70-ci sualımızda live feilinin bitmiş forması leftdir, D bəndi. 71-ci sualımızda qaydasız feilləri istəyir bizdən 1 və 3 olmalıdır. Cavab C. 72-ci sualımızda əksinə qaydalı feillərimizi istəyir bizdən. Cavabımız 2 və 3 olacaq. B bəndi. 73-cü sualımızda
zaman düzgün olan zaman zərfini təyin etməliyik və həmçinin tərcüməsinə də diqqət etməliyik. Qətiyyən balığı xoşlamır. Bunun üçün heç vaxt dəniz məhsulları olan restoranda olmayıb. Yəni nevə, ebəndə olmalıdır. 74-cü sualımızda bitmiş zaman bizə lazımdır. Çünki since göstəricimiz verilib. Doğru zaman quruluşumuz B bəndimizdir. Have been. 75-ci sualımızda have üzərinə feilin 3-cü formasını təyin eləməliyik. Bitmiş zamanın quruluşudur yenidən və cavabımız D bəndi.